Rusiya ordusu Burevestnik raketlərinin sınağını tamamlayıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin Rus qoşunlarının Birləşmiş Qüvvələrinin komandanlıq mərkəzlərindən birini ziyarət etdiyi görüşdə danışıb. O, nüvə qalxanının etibarlılığını bir daha təsdiqlədiklərini qeyd edərək, Rusiyanın nüvə çəkindiriciliyi gücünün və müasirliyinin ən yüksək səviyyədə olduğunu qeyd edib. Hətta biraz da irəli gedərək nüvə gücü baxımından bütün nüvə dövlətlərindən daha yüksək səviyyədə olduğunu deməyin mübaliğə olmadığını toxunub. Maraqlıdır. Burevestnikin xarakteristikası və digər raketlərlə fərqi nədir? Rusiya ordusunun qərargah rəisi Valeriy Gerasimovun açıqlamasına görə sözügedən raket son sınağında təxminən 15 saat havada qalıb və 14.000 kilometr məsafə qət edib. Ancaq saatda maksimum 1300 kilometr məsafə seyr edən raketin uçuş mənzilinin bir həddi olmadığı deyilir. Əsasən nüvə döyüş başlığı daşımaq üçün dizayn edilən Burevestnik 100 metr hündürlükdə tapşırıq yerinə yetirir. Üstəlik digər qanadlı raketlər kimi Burevestnikdə ballistik raketlərlə müqayisədə radarların və raketdən müdafiə sistemlərinin altında və ətrafında uçmaq üstünlüyünə malikdir. Son sınağını müvəffəqiyyətlə tamamlayan raketin yaxın günlərdə kütləvi istehsalına başlanıla biləcəyi deyilir. Düşünün ki, biz indiyə qədər sadəcə bu raketin dizaynı haqqında eşitdik, lakin artıq son aylardır raketin testi üçün hazırlıqlar gedir. Bu raketin test uçuşlarının müvəffəqiyyətlə keçməsi onların bir vaxt sonra artıq kütləvi istehsalına başlanıla biləcəyinin göstəricisidir. Məncə bu başlı başına dünya üçün təhdiddir. Bununla yanaşı Burevestnikin nüvə mühərrik sistemi ona daha uzaq məsafəyə uçmağa imkan verir. Ənənəvi turboreaktiv və ya turbofan mühərrikləri səbəbindən raketlər uzaq məsafələrdə müəyyən məhdudiyyətlərlə qarşılaşırdılar. Lakin illərdir üzərində işlənilən yeni mühərrik sistemi bu raketə hədəfə dəyməzdən əvvəl uzun müddət havada qalmaq imkanı verir. Amerika Birləşmiş Ştatları mərkəzli qeyri-kommersiya təşkilatı olan nüvə təhdidi təşəbbüsünə görə Burevestnik maksimum imkan qabiliyyətinə çatdıqda potensial olaraq bir neçə gün havada qala bilir. Üstəlik əməliyyat şəraitində döyüş başlıqlarını əlçatmaz və təxmin edilməyən mövqelərə buraxa bilər. Yeni raketin anonsu strateji nüvə qüvvələrinin geniş miqyaslı hərbi təliminin keçirildiyi həftədə baş tutdu. Ekspertlər nüvə təlimlərindən sonra bu raketin sınağının keçirilməsinin heç də təsadüf olmadığını deyir. Üstəlik Tomahawk'la bənzərliyi daşıyan Burevestnikin əslində qərbə kiçik xatırlatma mesajı olduğu vurğulanır. Bu raketlər çox fərqli növdür. Birincisi, bu raketlərin əsas məqsədi Rusiyanın rəqiblərinə strateji sürpriz və erkən xəbərdarlıq sistemlərinin zərərsizləşdirilməsinin gələcək mövqeyinin vacib bir elementi olduğunu göstərməkdir. İkincisi, dünyanın qalan hissəsinə Rusiyanın başqalarının inkişaf etdirə bilmədiyi texnologiyaları inkişaf etdirə və tətbiq edə bilən bir texnoloji supergüc olaraq qaldığını nümayiş etdirməkdir. Burevestnikin əvvəlki uğursuzluqlarını təbii ki bilirik, ancaq illər keçdikcə bu inkişaf etdirilib. Xatırladaq ki, 2019-cu il avqustun 8-də Severodvinsk şəhəri ətrafındakı poligonda müəmmalı partlayış baş verib. Həmin partlayışda 2 hərbiçi və Rosatomun 5 mütəxəssisi həlak olub. Rusiya Müdafiə Nazirliyi partlayışın maye yanacaqla işləyən raket mühərrikinin sınaqları zamanı baş verdiyini açıqlayıb. Lakin Amerika Birləşmiş Ştatları kəşfiyyatı partlayışın Burevestnik raketinin nüvə mühərrikinin sınaqları zamanı baş verdiyini bildirib.